Salam dostlar. Buradan sözüm, daha doğrusu sualım. Bu Lexus ustalarınadır. Bir Lexus Qalufkası maraqlı gəldi mənə, marağımı çəkdi. Burada indi bir şey göstərəcəm. Bilən varsa mənə cavab verər, kommentariyada yazar. Deməli ustalar, qardaşlar, bax, bu Qalufkadır. Bu VVTi sistemi Vanus'dur, görürsünüz də. Vanus sistemin iş prinsipi mənə aydındır. Yəni təzyiq vurur bura, respiratvalı fırladır, klapanları daha çox açır və s. Motorun gücü artır, o heç. O aydındır öz yerində. Mənə maraqlı olan nədir? Görürsünüz? Bax, bunun respiratvalı iki yerə bölünüb. Yəni bunlar, bu iqra işidir, bu. Bunu çöldə çıxardırsan, fırladırsan, burada bunun deşi olur. Bu deşi, yəni bura bir bolt çalırsan, qoyursan üstünə, zarıjet eləsən qoyursan. Metkalar da budur, buradan budur. Bunlar hamısı aydındır, o heç. Sualım budur ki, bu dalşı nətər hərəkət edir burada? Axı bu şesterinə hərəkət eləmir. Bu mörtvüdür. Bu da o yana bu yana getmir. Bu mörtvü qalır yerində, bu da qalır yerində. Sualım budur ki, bu şesternədən əlavə nətər tərpənə bilir? Bunu bura niyə qoyublar? Yəni, mən metkanı qoyacam yerinə, motor çəkimi işləyəcək. Sualım ondadır. Burası maraq üçün sözüm ustalara da, yəni bilən varsa yazsın. Bax, bu necə tərpənə bilər? Bu şesternə, halbuki bu kəsik yoxdur. Aydın oldu yəqin sualım.